Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün yeni ilə özəl, yeni il süfrəsi üçün daha nə qalıb? Bir həftə qalıb da, elə bir 6 gün qalıb. Yeni il gəlir inşallah. Allah hamının bayramın mübarək eləsin. Ondan bol ruzu ilə, can sağlığı ilə, gözəl bayramlar keçirdəsiniz inşallah əzizlərinizlə. Toyuq salatı hazırlayıram. Bu toyuq salatı məndə neçə illər bundan qabaq, cavan vaxtından mən bu salatı eləyirəm. Yəni neçə ildir də, elə mən buna qədimi deyə bilərəm. Mən YouTube kanalında bir dənə belə salata rast gəlməmişəm. İnşallah siz də eləyin. O qədər dadlı, ləzzətli. Cəmi 3 ərzaq aparır. Mayonezlə 4. Toyuq ətini belə bişirirəm. Reseptin dəqiqliyinə yazacağım. Az, çox, nə qədər istəsəz özünüz eləyə bilirsiniz. Mən hər il heç olmasa bir dəfə Novqodda nə salatı eləyirəmsə eləyim. Bu toyuq salatını da eləyirəm. Çünki çox dadlıdır, çox ləzzətlidir. İnşallah siz də hazırlayarsınız. Görərsiniz ki, necə ləzzətli salatdır. Neçə cür toyuq salatları var da bilirsiniz. Bu toyuq salatına soğanı qovururam. Qəşəng bir dənə yekə soğanı doğrayıram xırda-xırda. Bitki yağı vururam, duz vururam, qovururam. Əməlli başlı qovrulur da, soğan ölür, qovrulur. Ondan sonra soğan qovrulandan sonra, bax, görürsünüz, beləncə qovrulur, bu rəng olur. Toyuğu 250 qram döşətin, sinətin, toyuğun sinətin, qəşəng belə didirəm. Əlavə eləyəcəm soğanın üzərinə. Bir də qoz. Qozu da xırda-xırda doğrayıram. Görürsünüz, 3 ərzaqdır. Mayonezlə gələndə olur, amma ərzaq 3-dür. Yəni ki, mayonez başqadır. Yəni qoz ləpəsidir, soğandır, bir də toyuq. Amma o qədər dadlı, o qədər gözəl salatdır. İnşallah eləyin. Yeni il gəlir də. Biraz eləyin. Mən burada azca eləmişəm, sizə çəkmişəm. İndi özüm üçün Novqoda bir gün qalmış salatlarımı hazırlayacağım. İndi mən çəkirəm izləyicilər sizə görə ki, fikir olsun. Yəni ki, baxın, salatları eləyin. Soğanla toyuğun o didilmişini atıram, qəşəng. Çərək, duru yağda onu qovururam. Toyuq pişmişdi, qovururam, biraz fırladıram. Ondan sonra qəşəng, haradasa bir 200 qram qoz ləpəsini xırda-xırda doğrayıram. Əlavə eləyirəm. Bu az çıxır bu salat. Çünki başqa ərzaq yoxdur axı. Belə görürsünüz, biraz olub bu. Mən amma evə eləyəndən 2-3 bu qədər eləyəcəm. Çünki hamımız sevirik bu salatı. Qoz ləpəsində əlavə eləyirəm, qovururam. Qovurduqca qozun qəşəng iyisi gəlir. Bilirsiniz, qoz ləpəsi qovurulanda gözəl iyisi gəlir. 3-4 qaşıq da buna soyuyandan sonra soyuyur qəşəng əməlli başlı buz təki. Ondan mayonezini vururam, qəşəng, qarışdırıram. İndi apardığı qədər də 3 qaşıq, 4 qaşıq, özünüz bilirsiniz də, salat halına gələnə qədər mayonezini əlavə eləyirsən, qarışdırırsan. İnanın, o qədər ləzzətli, ətirli, dadlı salat alınır. İnşallah eləyib siz də baxarsınız hər cürə. Mən məsələn 3 cür, 4 cür salat eləyirəm. Mənim xasiyyətimdir. Evdə uşaqlardan hansı salat xoşdasa gördünüz, salatım hazır oldu. Qəşəng bu cür bəzədim qoz ləpəsi ilə. İnşallah siz də eləyin. Mənim uşaqlarım hansı şirniyyatı istəyir, nəvələrim nə istəyir, salatı hazırlayıram. Allah sizə də bol ruzu versin. Sağ olun.